Dəqiqəyə də baxıram buradan. Faiz deyib, bir də kater məsələlərdir. Su kimi suallardır. İlqarın pulu, İlqarın sənin pulun qalır. Hazırlık. Müəllimə, mən tapdım. 3 dəqiqə gözləyirəm məndə. 2 dəqiqəniz qalıb. Heç kimi deməsini tapdım. Mən özüm saata baxıram. 2 dəqiqədən sonra stop başlayırıq. Yaxşı? Haçan vaxtım oldu qrupa tez link atacağam. Yaxşı müəllimlər? Başlayaq. Bəli. Bəli, qutardıq. Yox, biz 55 saniyəmiz qalıb. 55. Baxalım, qoy hamı çatdırsın. On 15 saniyə başlayıram. Yox, başladım müəllimlər. Deyək, bir ədədin 15% digərinin 45%-nə bərabərdir. Bu tip sualları necə edəcəksiniz? Birinin 15%, biri olsun x. 15%-i 0,15x deməkdir. 0,15x. Deyək, digərinin 45%-nə bərabərdir. 0,45 y. Müəllimlər, hər tərəfi 100-ə vursaz, baxın, 100-ə vursaz, lap 0,15-ə bölək hər tərəfi. Hər tərəfi 0,15-ə bölsəz neçə alacaqsınız? Burada alacaqsınız x, burada da alacaqsınız 3y. Düzü gözəl insanlar. Deyir, bunların cəmi 256-dır. Ədədimizin biri x idi, biri y idi. Bunların cəmi x-in yerinə 3y qoyub, sizə də y qoysaz, cavab eləyəcək 256. Deməli, müəllimlər, 4y nə verdi bizə? 256. Və oradan da y bərabərdir. Nə qədər oldu 256-ın böləndə? 64. Eləmi? Biri 64-dür, biri də neçədir? Bunun 3 qatıdırsa, 64-ü vurursan 3-ə, o deyir 192. Yəqin ki, tapmışdınız. Hə, vətəndaşlar? Bəli, bəli. Ay, sağ olun. Sonra, gözəl insanlar, axın ilə axına qarşı sürət verilibsə, bizdən çayın sürətini istəyirsə, çayın sürətini istəyəndə çıxıb 2-yə bölürək. Ya da ki, indi biz uşaq deyirik ki, axın ilə sürət deyəndə kater üstə gəl çay deməkdir. Axına da qarşı deyəndə kater minus çay. Sistem tənliyi həll edib, tərəf-tərəfə çıxanda gözəl insanlar, görürsünüz ki, 2 çay bərabərdir 6-ya, deməli çay bərabərdir 3.
Razılaşdıq müəllimlər? Yaz. Almışdınız? Bəli. Aha. Bir bal da buradan. Aha, müəllimlər, sonra bunu istəyirsiniz. Müəllimlər, bax bir dənə istəyirəm. 3 dəqiqə vaxt verilir. Haydi bakalım əzizlərim. Bir bu, bir dənə də bu. Haydi müəllimlər. 3-2 bərabərdir. 3-də 1-i yazsaq. Müəllimlər, sabahdan hər gün sizə 35 ballıq suallar gələcək. Yaxşı? Bir də Bəli, mən sizə dedim bir nə maraqlıdır. atacağım müəllimlər. Amma qurban olun paylaşmayın ha onu. Qoy bir dənə hazır olsun. 11-lərin, 10-ların, 9-ların BSG-lər var. BSG-çilər. Bax, qəşəng BSG-lər yazır. Onları da işləyərsiniz. Məktəb kitabından xəbərdar olmaq istəyirsinizsə əgər. Üç dəqiqə vaxtınız var. Haydi müəllimlər. Benim 15'i verdiniz bir tane. Səhər altın yarısı kimin durmağa hövsələsi var? Bıraq bir 30 dənə sual işləyək. Mənim müəllimə. Hamı dura Ben. bilər. Amma məni doyadın ha. Qabaqda da Var kimsə mənim məni oğlum. bir nəfər oyatsın. Səhər 6-20 dəqiqə zat işləmiş. Əslində mən gecə yatıram. 3-də 4-də də eləyə bilərik. Amma bu günlər gecə canlı yayımımız var ha, bilirsiniz də. Fəza işləyəcək. Görək hələ gecə canlı yayımı eləyək. Görək enerjimiz nə yerdədir. Haydi bakalım müəllimlər. Görün tam bu sualları yaza bilirsinizmi? 9 illik səviyyədə müəllimlər adım kimi əminəm ha. Sizə boş yerə demirəm. 30-35 sualımız var. Yerdə qalan 15 dənə, 20 dənə sual müəllimlər gələcək şeydən. 10-11-dən. Ona görə 9 illik əlinizə nə keçdi, YouTube-da nə videolar gördünüz, hamısına baxın. Dəqiqə yarım qal. Ben yazdım müəllime. Yox, müəllimə, özüm mən deyəcəm stopuna rahat olun. Buyurun, bu səslidə qalanlar var hələ. Bu səslidə qalanlar kimdir? Müəllimlər, buradan çıxın, gəlin. Ay müəllimlər, buradan X-i basın, çıxın. Gəlin, mən Zoom-da dərs açmışam, ora gəlin. Aynurə müəllimə, sonra Aygün müəllimə, digər müəllimlərimiz, buradan çıxın. Orada X var, X-i basın, çıxın buradan. Mənə eşidirsiniz müəllimlər? Məndən deməkdir. Mən dərsdəyəm ay müəllimə. Amma orada qalmısınız müəllimə, oradan çıxın, səslər bir-birinə qarışacaq. X-i basıb çıxmamısınız. Orada 4 nəfər var. Elə qarışdırır bir-birini düzdür. Çıxmayıblar Səslər 4. qarışdır. Çıxdım ama ay müəllimə, çıxdım elə bu. Deyəsən. Orada hələ də müəllimlər var.
Tahir Məmmədə də oradadır. Başladım müəllimlər. Stop. Vaxt getdi. Deməli, AB parçasının orta nöqtəsi. Müəllimlər, parçanın orta nöqtəsi nəyə bərabərdir? X1 üstəgəl X2 bölürsən 2-yə. Ay müəllimə, səsiniz gəlmir sizin. 5 ilə mənfi 15-i toplayanda nə qədər edir? Mənfi 10. 2-yə bölürsən mənfi 5. Müəllimlər, mənə eşidirsiniz? Müəllimlər, yəqin müəllimlər. Müəllimə, bu hissəni biraz asta-asta deyim də. Bax, müəllimə, X1 ilə X2-ni toplayırlar, yarı bölürlər. Mənfi 10-u yarı böləndə neçə edir? Mənfi 5. Y1 ilə Y2-ni toplayırlar, yarı böləndə neçə edir? 5, 7. İndi mənə deyir, bu C orta nöqtəsinin koordinatı və mənə deyir, o Y oxuna nəzərən. Mən nə demişdim? Deməmişdim mi? Hansının adını çəkirsə, o hörmətlidir. Bunu qoruyursan, X-in işarəsini dəyişirsən və bizim koordinatlarımız olur 5, 7. Yazmışdınız müəllimlər? Bəli. Ay sağ ol. Bəli. Sonra vətəndaşlar gedirik 22-yə. Paralelogramın iki tərəfinin uzunluqları nisbəti 2-3 kimidir. Perimetri 30-dur. Gözəl insanlar, perimetri əgər 30-dursa, eni ilə uzunluğunun cəmi 15-dir. Düzdür? 2x-dan 3x-i toplayırsan, bərabər edirsən 15-ə. 5x bərabərdir 15-ə, x-imiz 3-dür. Deməli, 3-dürsə, 2-ni vurursan 3-ə, biri 6-dır, 3-ü vurursan 3-ə, biri də 9-dur. 6, 9. Almışdınız? Bəli. Bir dənə sual. Sonra müəllimlər. Yazırsınız buradan 19-20'ni. Haydi bakalım. Vaxt verildi 2 dəqiqə yarım. Axşamınız xeyir müəllimlər, necəsiniz? Bayramınız mübarək olsun. İnşallah həmişə yaxşı olasınız. Amin. Çox sağ olun. Çoxdan başlayıb müəllim dərsi, mən indi bilmişəm. Mən əlavə salmışım. Saat 10-da yanvar qrupunun dərsidir. Bu əlavədir. Dedim, vaxt var, qoy işləyək. İnşallah, inşallah. Qoymayın müəllim, nəfəs alaq. Həy, müəllimə. Altın yaşda durarıq tezdən. Bir nəfər mənə oyatsın. Yazığınız gəlməsin, mənə narahat olmayın. Oyadın. Müəllimə, necə tətil deyil, qoy duraq altın yarısı. Duraq. İşə başlayanda duraq. Mən də tətildəyəm, mənim də universitetdə dərsim yoxdur. Deməli, mən Sağ ol, qoy. Altın yarısı duraq. Valla o gecə adamın başına heç nə girmir. Valla səhər-səhər yaxşıdır. Yaşlı adamlar var. Bəli, səhər yaxşı. Özü hamı iftar vaxtında dururlar, demisəqa. Onda gecəni təxirə salaq, həmişə tezdən duraq. Bəli, müəllimə. Valla gecə yaşlı adamlar var. Hamı yorğun olur. Mən də gecə başa bilmirəm. Gecə yorğun. Onda dincini belə bir yuxudan durub. Ay müəllim, səhər-səhər axı çatdırır. Səhər-səhər çatdıra bilmirik axı. Bizim dərsimiz saat 8-də başlayır. Ay müəllimə, dərsə başlayana qədər. Yəni bizim də dərsimiz 8-də başlayır da. Yox, müəllim, 6-da başlasaq 7-də qutarırıq da. 7-də də dur get. Uşaqlar da var da, onları da hazırlayıb evdən çıxartmaq lazımdır onun üçün. Altının yarısı əla idi də müəllimə. Elə gözəl idi. Səs verin. Görək beyin kvadratı olur. İndi buradan da 2-nin kvadratı 4, 4-ün kvadratı 16, 4-ün kvadratı 16, eləyir 36, oradan da 6 çıxır. Almışdınız 6? Bəli. Maşallah. Sonra. Mənim üçün yazacaqsınız. Qoy çevirim. Saat neçədir? Müəllimə 20 dənə kər oldu, biz sonunu da deyəriz da. Elə bil 61-ni tapmaq lazımdır.
Yox, deyir vektorun uzunluğunu tap. Sonra kökünü at da müəllimə. X kvadratı üstəgəl Y kvadratı üstəgəl Z kvadrat elədik. Yaxşı? Bax bu. Gördünüz ekranı? Hə, görürüm. Şö. Gedək. Ya Allah, görək nəyə baxırıq. 24'ü yazın soldan. %24'ü yazırsınız, 28'i yazırsınız. Hani görsənmir axı müəllim o. Soldadır məndə. Sol. İşarə. Qoy işarəliyim. Hə. Bax bu mənim. Yanına qara rənglə eləyim. Biri bu, Aha. biri də bu. Nə düşə bilər ondan işləyəcəm də sizlə. Biri bunu işləyəcəksiniz 3 dənə. Kəzadan hələlik heç nə vermirəm. Qoyun biraz kəzanı öyrədim sonra. Arada bir altdan sol işləmişik elə, belə baxanda. Sonuncu həftədə variantı. Yazın görək. Bakıdasınız. Dəqiqə yarımdan sonra keçəcəm. Kənar səsləri bağlayın.
Başlayaq müəllimlər. 1 dəqiqəyə başlayıram. Yekunlaşdırırıq müəllimlər. 1 dəqiqəyə başlayıram. Müəllimlər stopu basırıq. İncimirsiniz məndən. Müəllimlər, başlayaq. Başlayaq müəllimə. Başlayaq. Çünki burada öcü daha deməyin geri qaldım falan. Çünki bu zamanla yarış deməkdir. Yaxşı? Normal da vaxt qoymuşam. Bir suala 2 dəqiqə yarım vaxt qoyuram. Su kimi suallardır. Deməli, paralelogramın hündürlükləri 6, kök altda 3 və 8-dir. Onlar arasında qalan bucaq isə 60-dır. Müəllimlər, paralelogram çəkəcəm. Bu maraqlı sual idi, məsəl üçün. Hündürlüyünü çəkirəm paralelogramın. Bir dənə hündürlüyü budur. Düzdürmü? Bir dənə də hündürlüyü, onlar arasında qalan bucaq deyilirəm. Bu günün biri hara geçsin. Biri də budur. Düzdür müəllimlər? Biri belə, biri də belə. Bunlar arasında qalan bucaq 60 dərəcədir. Bura 60 dərəcədir. Onda bura 30 dərəcədir. Razısınız? Onlar arasında qalan bucaq 60 dərəcədir. Paralelogramın sahəsini tapın. Qoy görək paralelogramın sahəsini necə tapa bilərik müəllimlər. 30-60 mənə nəsə deyir, yoxsa yox? Denən niyə? 30 dərəcəli bucaq qarşısındakı katit betonuzun yarısıdır. 60 dərəcəli bucaq, 60 dərəcənin qabağındakı bizim çıxılı hündürlüyümüz nə qədərdir? 6 kök altda 36 vur 3, biri 108-dir. Yadınızda saxlayın, kiçik tərəfə böyük hündürlük çəkilir. Böyük tərəfə kiçik hündürlük. Yaxşı? Bunu yadınızda saxlayın. Kiçik tərəfə böyük hündürlük. Onda belə çıxır ki, 6 kök altda 3 buradır, bax. Bax, bu isə çox qəşəng sualdır bu. 6 kök altda 3. Düzdür müəllimlər? 60 dərəcəli bucaq qarşısındakı katit nəyə bərabər? Digər katitin kök altda 3 mislinə. Yes, müəllimlər. Deməli, onda digər katit 6-ymış. Sonra siz bilirsiniz ki... Onda 2 beton 12'dir. Ay sağ ol. 30 dərəcəli bucaq qarşısındakı katit betonuzun yarısıdır. Onda bax, bura oldu 12. Yes, müəllimlər. Bir dənə qoy, hə, yox desinlər bilək. Bura 12. Ay sağ ol. Biz də verilən. Paralelogramın sahə düsturu var. Müəllimlər, A vur B vuraq sinus alfa. Düzdür? Bir dənə o düsturumuz var. Bir də. Tərəf vuraq H. Heç özümü niyə öldürürəm ki? Tərəfi tapmışam 12. Elə müəllimlər. 12. O biri hündürlüyümüz neçə idi? 8 idi də, düzdür? Kiçik tərəfə böyük hündürlük. 12 vur 8. Neçə elədi? 96. B variantı. Tapan olmuşdu baba. Bəli. Mən almışam. Mən tapmışdım. Mən də tapmışdım. Bəli, mən yazdım, yerinə yazmışdım abla. Aşağı. Sonra neçənciyə baxırıq? Sonra nömrəsini deyin mənə. Mən sildim, yadımdan çıxdı. Sonra 28. 28. Müəllimlər, ədədi silsilənin cəm düsturunu verir. Deyir 10-cu həddini tapın. Yadınıza gəlirmi? Bir dəfə 10 qoyurduq, bir dəfə 9. Sonra bunları bir-birindən çıxırdıq. Məşhur suallardan biridir. 10 qoyursan 110. 110. 9 qoyursan eləyir 100. Elə müəllimlər? 9, 10 vur 9, 90. 90. Sonra da bunlar bir-birindən çıxırsan, elədi 20. Razılaşdıq vətəndaşlar?
Cavab Bəli, müəllim. Ay sağ ol. Bəli. Qəşəng. Neçəsini düz yaza bilirsiniz ümumiyyətlə? Bəli, bəli. Bəli, müəllim. Qəşəng. Mənlər baxın. Sinus şəkatda 3 bölü 2-ni alır 60 dərəcə. 60 dərəcə bu aralığa düşürmü? Düşür. Deməli alfanız 60 Düşür, dərəcə. bəli. Gətirin Bəli, alfa bəli, yerinə 60 dərəcə qoyun. Sinus 30 plus 60 eləyir sinus 90 dərəcə. Sinus 90-da demək 1. 1. Всё. Mənlə nə olar? Eyni anda danışmayın. Qoyun mən izah edeyim, qutarım. Səslər qarışmasın. Yaxşı? Sonra müəllimlər. Keçək nəyə? Səkkizi yazacaqsınız. 10'u yazacaqsınız. 8, 10. Sonra yazacaqsınız 13. Qeyd edirsinizmi? 8, 10, 13, 14. 8, 10, 13, 14. 4 dənə sual vermişəm. Nə qədər vaxt verim? Hardasa 10 dəqiqə vaxt verirəm. Hətta 9 dəqiqə. Yaxşı mənlər. Salam, axşamınız xeyir müəllimim. Axşamınız xeyir. Bir 15 dənə işlədik yerə müəllimlər. Yoxsa yox? Belə baxanda. Müəllim biraz böyüdərdiniz də o sualları görmək. Müəllim siz özünüz böyüdə bilərsiniz. Ekranınızı götürün, böyüdün. Yaxınlaşdırın, şüşəni belə deyim, böyüyəcək. Bəli, müəllim, sağ olun. Hə, böyüdürsə. Çünki mən çox böyüdəndə ekran itir. Bəli, bəli. Müəllimə, bu hansı dərsdir? Müəllimə, heç nə, darıxmışdım. 1 saat tez atdım bugünkü. Saat 10'da da hələ dərs. Yaxşı. İnsanlar. Bax, axşam mənim sizə keçəcəyim dərs bu olur da. Müstəvi. Ya nə bilim, indi bu danışarıq da qrupla. Ya axşam ya tezdən salacağıq da. Deməli, uzunluğu 15 olan parça müstəvini kəsir. Əgər kim əzbərçiliyə meyillidirsə, kəsir sözü eşidirsə, çıxıb 2-yə bölürlər. Amma ən yaxşısı elə öz yolumuzla gedir. Bax, uzunluğu 15 eləmi? Müstəvini kəsir. Və onun ucları müstəvidən 8, 10. Mən çıxarışın böyüyü yuxarıda götürürüm. Bura 8'dir, bura da 4'dür. Elə mi? Parçanın müstəvi üzərindəki proyeksiyasını tap. Və bizdən istəyir buranı. Və bu hissəsini. Parçanın müstəvi üzərində proyeksiyasını. Şimdi mən nə edəcəm? Gəlin belə bir şey edək. Parçanın özü 15 lira. Zümənlər. 15. Bura x deyərəm. Burada 15 minus x deyərəm. Oxşarlığı görürsünüz vətəndaşlar. Qum saatı. Gördünüz? Qum saatını. Müəllimlər. Bunu bilirsiniz də qum saatı qaydasını. Yox. Səs eləyin görün. Bilirdiniz yoxsa yox? Yürü, bəli, bəli. Bəli, bilirik. Tadı qum saatıdır. Paralellik də varsa qum saatıdır bu. Bərabərdir. X bölünsün 15 minus x-ə. Bunlar x-lər gedir 1. Bu da 2. Vurub açırıq 15 minus x bərabərdir 2x-ə. Mən də x-i sağa keçirtdim. 3x bərabərdir 15-ə. X-iniz 5'dir. Vətəndaşlar, bura 5'dir. Bax bura. Burada 10'dur. Fagora baxın. 4'dür, 5'dir, bura 3'dür. Elə müəllimlər. 10'dur, 8'dir, onda burada 6'dır. Bizdən də bax bu sarı yer istəyirdi, proyeksiyanı. 3 təgəl 6 neçə aldıq müəllimlər? 9. Yes? Bəli. Keçdim. Sonra neçəni vermişdim? 10 elə. Deyəm, atamın 40. Yaş məsələsi mənə gəlir keçən ildə düşmüşdü elə müəllimlər. Yaş. Mən də düşmüşdü. Sertifikasiyaya. Hansı seansa düşübdü? Bəli, müəllim, düşmüşdü. Səhər-səhərə düşmüşdü. İbtidailərin dərsidir bax bu əslində. Atanın 45 yaşı, uşaqların isə 6-9 yaşı var. Neçə ildən sonra atanın yaşı uşaqların yaşının cəmindən 2 dəfə çox olacaq. Neçə ildən sonra atanın x yaşı artır. Uşaqların da 6 plus 9 yaşı var. Hərəsinin x yaşı artacaq da. Məsələn, o bir uşağın yaşı artanda o bir uşağın yaşı dayanası deyir ki, yaşları cəminin nə idi? 2 misli.
Gördünüz mü müəllimlər? Gəlin bu tənliyi eləyək. 15'i vursanız 2'ye neçə edir? 30. 2'ni də 2x'e vurursunuz 4x. 40'dan 30 çıxırsınız. 15 bərabərdir 2x'e. Müəllimlər x'iniz də oldu 5. Aydın oldu mu? Yazmışsınız da 5 almışım. Sonra neçəni demişdim müəllimlər? 13. Müəllimlər 13'də müxtəsər vurma düsturu var. Amma deyim harasındadır? İstədim bunu görəsiniz. Zəmin kvadratıdır. Nəyinsə kvadratıdır. Onu mən bilsiz nətər görürəm? 3 plus kök. Gəlsin, yox canım gözüm. Altını yazıram 2 vur 3 kimi. 3'ü kökün altda salıram. 3'ün kvadratı kimi girəcək də kökün altda 9 vur 2 18. Bax, əslində bu formada salınsa biz müxtəsəri görə bilirik. Bu bir də onun kimidir. 1 çıxaq 2 kökdə 18. Müəllimlər, A kvadratı üstə gəl B kvadratı 11'dir. 2AB'miz isə 2 kökdə 18'dir. Düzdür vətəndaşlar? 2'lər gedir. A vur B kök altda 18'dir. Mən düşünürəm ki, biri kök altda 9 imiş, biri də kök altda 2 imiş. Düzdür müəllimlər? Həqiqətən də kök altda 9'un kvadratı neçə edir? 9. Kök altda 2'nin kvadratı neçə edir? 2. Birinci ilə də ikincinin hasilinin 2 misli. 2 kök altda 18 eləmir müəllimlər. Hə? Deməli bu kök altda 9 üstə gəlsin kök altda 2'nin nəyiymiş? Kvadrat düsturuymuş. Benim o hesap yolu yok. Ben başa düşmedim bu. Mən müxtəsər vurma düsturu yaratdım da 2AB'ni yaratmalısınız. Yox, bundan asan yol yoxdur. Yoxdur müəllimə. 2AB-ni yaratmalısınız. Yəni sizdə müəllimə çətindirmi vurğu kökün altda salmaq, hə? 3'ü kökün altda sala bilirsiniz. Bax bu 3'ü salın görün nedir? Sağ olun. Aynen mən də saldım da müəllimə. 2'ni sırada saxladım, 3'ü saldım. Niyə 2'ni sırada saxlayıram bilirsiniz? 2AB düsturunu yaratmaq üçün də düsturda 2AB-ni yaratmaq üçün. Bəli. Və oradan da siz Evet. görürsünüz ki, kök altda 9 təgəl kök altda 2'nin kvadratı düsturuymuş. Bu biri də kök altda 9 minus kök altda 2'nin kvadratı düsturuymuş. Aydındır müəllimlər? Və buradan Bəli. belə çıxır ki, müəllimlər kvadratı olanda bilirsiniz də cüt dərəcədəndir, özü müsbətdir olduğu kimi çıxır. Kök altda 9 təgəl kök altda 2 çıxır. Bu biri də müsbətdir də. Kök altda 9 çıx kök altda 2'nin işarəsi müsbətdir. Kvadrat kökünün dərəcəsini aparır. Kök altda 9 minus kök altda 2. Bunlar getdi. Məndə kök altda 9'dan nə çıxır? 3. Üstə gəl. Cavab 6. 6 almışdınız. Bəli. Arzu müəllimə bir söz deyə bilərəm. Arzu müəllimə, mən o 11 plus A, kök altda 11 plus 6 kök altda 2'ni 3 plus kök altda 2'nin kvadratı kimi yazıb, elə sizin aldığınız cavabı mən də elə almışam. 3 plus nə? Elə kök altda 9 deməkdir. Arzu müəllimə yazmışam, kök altda 3 Canım plus gözüm, elə kök kök altda altda 2'nin 9 kvadratı. 3 deməkdir da ürəyim. Kök altda 9 elə 3 Hə, müəllimə. Prosta mən belə yazdım ki, müəllimlər bilsinlər ki, Hə. kök altda 18 hardan eyni şeydən danışır. Zəhmət olmasa bizdə işıq keçdi, indi yandı. Olar onu başqa salatsa əgər mümkünsə. Mən müxtəsər yaratmışdım da orada. Bax, nəyin düsturudur? A kvadratı üstə gəlsin B kvadratı 11 verdi. 6'nı yazdım 2 vur 3 kimi. 3'ü saldım içəri. 2 qaldı çöldə. 9 vur 2 18. Və mən düşündüm ki 2AB bərabərdir 2 kök altda 18. 2'lər getdirəmi? A vur B kök altda 18'dir. Deməli A'mız kök altda 9 imiş. B'miz kök altda 2 imiş. Müxtəsərə görə də açdıq ki 9 plus kök altda 2'nin kvadratı nə verir? Kök altda 9 plus kök altda 2 qalır. Burada da kök altda 9 minus kök altda 2. Kök altda 2'lər getdi. Kök altda 9'dan 3 çıxırdı. Müəllimə istəsəz videonun 32-ci dəqiqəsinə bir də baxarsınız. 3 üstə gəl 3-də 6. Çox sağ olun müəllim. 32-ci dəqiqəyə bir də baxın. Sonra bir də müəllimlər bax aşağıya baxın. Sıra eləyirəm. Deməli. Bax 25. Müəllimlər yazılıb 1 bölək loqaritma 8 əsasdan 5. Bir bölək varsa narahat olmayın. Belə yerini dəyişə bilərsiniz bax.
loqaritma 5 əsasdan 8. Düzdür müəllimlər? Bərabərdir. 25-i yazaram 5-in kvadratı kimi. 5-in kvadratı. Bax, bu 2 gəlir, düşür bura. Bu 2 də qayıtmalıdır 8-in başının üstünə. Razılaşdınız mənlə? Mənlər başa düşdünüz bura qədər? Bir də mən geri qayıtmayayım da nə olar? İndidən deyin, başa düşdünüz yoxsa yox? Ha, çünki Bir də mən... deyəlim. Bax, müəllimə. Loqaritma 8-də 5 əsasdan 1. Düzdür? 1 bölək olduğuna görə yerini dəyişir, olur loqaritma 5 əsasdan 8. Bunu anladınız? Bəli. Ay sağ ol. Müəllimə 25-i yazdım. 5-in kvadratı kimi. Düzdürmü? 5-in kvadratı. Bu 2 qayıtdı 8-in başına. Bunu da anladınız? Bəli. Bu 5 lə də bunun getməyə ixtisarı gedir. Çünki loqaritmanın qaydasını oxusaq görərsiniz ki, bunlar getdilər. Cavab qaldı 8-in kvadratı 64. Bunu yadınızda saxlayın. 64 buradan. Gedək eyni şeyi o birində də eləyək. Mənlər 1 bölünsün loqaritma 6 əsasdan 7-ni mən yaza bilərəmmi əslində loqaritma 7 əsasdan 6? Yazaram da mənlər. Elə 1 böl var. 49 7-nin kvadratıdır. 7-nin kvadratı loqaritma 7 əsasdan 6. Mənlər bu 2 də qalxır 6-nın başına. 7-lər getdilər, qaldı 6-nın kvadratı. Yəni 36. Deməli cavab oldu 64 üstəgəl 36. Yəni kök altda 100. Kök altda 100-dən də nə çıxır? 10. Aydındır? Yes, mən. Bəli. Bəli, aydındır. Yox. Mənlər deyəsən indi o bir qrupun dərsidir. Yox, mən linki paylaşmalıyam, yoxsa müəllimlər geri qalacaqlar. Bura qədər